Salam, xoş gördük dəyərli izləyicilər. Hər vaxtınız xeyir olsun. Gecənin sehrində xoş gördük hər birinizi dəyərli izləyicilər. Bugün 30 ilə yaxın həsrətində olduğumuz, nisgilini yaşadığımız Qarabağ elimizin Ağdam bölgəsinə gözəl bir o bölgənin ziyalısının xatirə işığına toplaşmışıq. Mən qonaqlarımı sizlərə təqdim edəcəm. Bugünkü qonaqlarımız Sadir Məmmədov, istifada olan polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, Şuşanın, Ağdərənin sabiq polis rəisi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsinin rəis müavini, Bakı Slavyan Universitetinin dosenti. Xoş gəlmişsiniz. Digər qonağım ekranlardan hər birinizə o üz, o sima, gözəl sima tanış olan Fəxrəddin Hacbəyli. Musiqişünas, tanınmış telejurnalist. Siz də xoş gəlmişsiniz. Təşəkkür edirəm, çox sağ Və olun. digər qonağım, bayaq dediyim kimi, xatirə, bir ziyalımızın xatirə işığına toplaşmışıq. Həmin ziyalımız bizim Elman Aslanovdur və xatirə işığına toplandığımız bu qonaqlarımız da bugün Ağdamın ziyalısı olan, bugün haqq dünyasında, vətən həsrəti ilə haqq dünyasına qovuşan Müzəffər Aslanovun xatirə işığına biz toplaşmışıq, dəyərli qonaqlarımız gəlib. Biz tək Müzəffər Aslanovun simasında o torpaq niskilli, vətən niskilli, bayraq sevdalı, torpaq sevdalı insanların, haqq dünyasına qovuşan insanların hər birinin ruhunu yad eləyəcəyik və inşallah da şaddılar. Dəyərli izləyicilər, bugün bilirəm ki, oruç tutursunuz, iftar açırsınız. Allah oruç və dualarınızı qəbul eləsin. Bu gözəl, müqəddəs ayda sağlıq, uruzu, bərəkət, daim ömrünüzün yol yoldaşı olsun hər birinizin. Bir daha hər biriniz xoş gəlmişsiniz, dəyərli. Çox sağ olun. Çox gözəl, mənim çox sevdiyim dəyərli qonaqlar. Bilirik ki, Ağdam deyəndə bütün Qarabağ gözümüz önünə gəlir və Qarabağımıza 30 il həsrətində niskilini yaşadığımız, elə hər dəfə deyirdik ki, inşallah o bölgəyə qayıdacağıq, inşallah o torpaqlarımız özümüzə qayıdacaq və o torpaqların özümüzə qayıdan anını görməyən, amma o niskillə haqq dünyasına qovuşanlarımız da oldu. Bugün o 30 il həsrətə bizim ər-ərənlərimiz, güclü ordumuz, əskər və zabitlərimiz, ali baş komandanımız o həsrətdə olduğumuz niskilə son qoydular. Tamamilə doğru. Və indi isə deyirik ki, inşallah o torpaqlar, o mərmilərdən, o nə bilim partlayıcı nə deyirsiniz? Hə, onlardan, minalardan təmizlənsin. Allah qoysa hər bir kəs Elman müəllim. Qayıdacağıq o el obamıza. El obamız hamımızın elimiz obamız. O demək deyil ki, tutaq ki, mən Qarabağlı deyiləm, Ağdamlı deyiləm, sizin el obadır. Yox, hamımızındır. Amma mən arzu eləyirəm, indi bu dəfə bizim arzumuz başqadır, Fəxrəddin müəllim. Deyirik ki, Allah qoysa, Sadiq müəllim, deyirik ki, o Ağdamda hər birimiz, Elman müəllim, əlbəttə, o ata ocağını İnşallah yandıracaqsınız, o çıraqlar yansın o ocaqlarda və o evlərdən, o bacalardan tüstülər burun-burun burulsun. Ocaqlar yansın, işıqlar yansın. Biz tərəfdə deyirlər, o eli obanı şenləndirmək lazımdır. Şen olsun elimiz, obamız. Amin. Və Elman müəllim, indi siz əlbəttə, ata-ananın yaşı olmur. Hər bir evlad, o evlad istər bu dünyada, o deyirlər, cənnətini qazanıb, ata-ananın həm sağlığında, həm dünyasını, haqq dünyasına qovuşandan sonra da onu ürəkdən yad eləyən, ona əsl evlad kimi münasibət bəsləyən hər bir kəsin yeri cənnətdir. Bugün siz bir oğul kimi
atanız haqqında əlinizdən gələni əsirgəmirsiniz ki, bəlkə mənə elə gəlir ki, öz-özümə düşünürəm ki, ümumiyyətlə Elman müəllimlə söhbət eləyəndə gah qəhər boğurdu dünən, neçə gündür görüşürük, həyəcan keçirdi. Amma mənə elə gəlir ki, Elman müəllim bu addım atmağımla onu göstərmək istəyir ki, hərdən unudur atasının o yoxluğunu unudur. Elə bilir ki, yenə onun qayğısını çəkəcək və kənardan bir səs gələcək. Allah səndən razı olsun, oğlum. Bax, bu səsi elə bil duyub, eşitmək istəyir. Müzəffər Aslanov haqqında mən bildiyimə görə sizin də yaxın bir tanışlığınız olub. Sadiq müəllim, sizdən başlayaq. Mən çox maraqlı bir epizod danışacağım. Allah rəhmət eləsin. Onun yəqin ki, ruhu bugün fırlanır. Qarabağımız azad olubdur. Şaddır, bəli. Şaddır, bəli. O bizə musiqi dərsi deyib orta məktəbdə və fəlsəfədə bir qanun var, inkar qanunu. Talih elə gətirdi ki, mən də Elman müəllimə dərs dedim. 1970-ci ildə mən Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirdim, Ağdama təyinat aldım və gəldim Söyüdlüqol Orta Məktəbində tarix ictimaiyyət dərsi deyirdim. Və o vaxtları Elman müəllim, əgər hafizəm məni çaşdırmırsa, 10-cu sinifdə oxuyurlardı. 10-cu sinifdə, sonuncu sinif idi. Bir gün dərsə girdim, yadımda qalıb bu epizod dəqiqliyi ilə. Nəysə, sinif hamısı dərsə hazırlaşmamışdı. Elə birinci Elman müəllimə dedim, Elman, gəl dərsimizi danış. Dedim, müəllim, hazır deyiləm. O vaxtlar rəhmətli Müzəffər kişinin böyük sənətkarıdır. Çox gözəl qarmon ustası idi. Deyərdim ki, ayın 30 gününü toyda, sifarişdə olardı. Özdə bir 403 kantlı bir Moskviçi var idi. Dedim ki, niyə oxumamısan? Dedi ki, bəs oxumamışam. Dedim, onda get. Elə belə dedim, dədənin o Moskviçin min bizim kənddən Göytəpədən fırlan gəl Kanzavoddan, onda dərsi örgənəsən. Bax, o vaxtdan Elman müəllimi mən tanıyıram və nəyə görə? Çünki Müzəffər müəllim çox səliqəli bir insanıdır, şəxsiyyətli insanıdır, ellə oturub duran bir insanıdır. Bax, mənim onun haqqında tanışdığım buradan başlayıb və bütün toylarda, hətta o qonşu uzaq kəndlərdə də olanda cəmaatı yığışıb gedirdi ki, onun musiqisini dinləsin. Bax, bu qədər bir əzəmətli sənətkarıdır. Allah rəhmət eləsin. Ancaq bu günləri üzü ağ olsun ki, o valideynini bax bu gündə yad eləyir, 15 ildə artıq, hər il yad eləyir. Elman doğrudan sədaqətli oğuldur, əsl oğuldur, əsl ata oğuludur. Allah canını sağ eləsin. Müzəffər müəllimə də Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Fəxrəddin müəllim, yəqin sizin də bir xatirəniz var. Bəli, mən danışacağım xatirələrimi, amma mən istəyirəm sizə təşəkkür edeyim. O qədər gözəl bir aura yaratdınız ki, yəni verilişin əvvəlində həm sərbəstlik verdiniz müsahiblərə, həm də mənə elə gəlir ki, siz Ağdamı o qədər gözəl vəsf etdiniz ki, arzu olaraq hələlik. Təbii ki, biz arzuya qovuşmuşuq, amma arzunun reallaşması üçün işlər gedir, quruculuq bərpa işləri gedir. O tüstülərin bacalardan burula-burula çıxmağı, insanların o kənd həyatına qovuşmağı və 30 illik bir həsrətin vüsalı. Siz bunu o qədər gözəl təqdim etdiniz ki, mən sanki kadrları gördüm orada. İnşallah. Mən televiziya etçisi olmuşam, yəni siz danışdıqca mən kadrları gördüm, ona görə Allah rəhmət versin. Mən də əziz tamaşaçılarımızı salamlayıram. Bu Ramazan ayının gözəl günlərini yaşayırıq. 11 ayın sultanı olan Ramazan bayramı artıq ərəfəsindəyik. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm, bütün Türk dünyasını təbrik edirəm. Bugün bütün Qarabağ Azərbaycandır. Bəli, Qarabağ, cənab prezidentimiz, Ali Baş Komandanımız müəllif olduğu bu gözəl deyim, o qədər unikal, o qədər alt qatları zəngin olan, mənəvi baxımdan, idraç baxımından gözəl məna kəsb edir ki, bu sözün mənası deyim sizə ki, Qarabağın bütöv Azərbaycan olmağını, bizim bütün bölgələrdən şəhidlərimiz oldu, Allah hamısına rəhmət eləsin. Yəni, bütün Azərbaycan Qarabağlaşdı. Bütün Azərbaycan Qarabağlı oldu ki, Qarabağımız işğaldan azad olundu. Azərbaycanımız bütövləşdi, yəni dərdimiz olmadı. Müzəffər müəllim, Allah ona rəhmət eləsin, dil ədəbiyyat müəllimi idi. Yəni, ixtisasca
filoloq olub bu adam. Yəni orta məktəbdə dərs deyibdi, müxtəlif Ağdamın kəndlərində çalışıbdı. Mən hərdən düşünürəm ki, yaxşı musiqi həm də Azərbaycan dili müəllimi, ədəbiyyat müəllimi. Elə o saatda o sualın cavabını tapıram ki, ədəbiyyatla bizim musiqimiz, poeziyamız həmişə vəhdətli olub axı. Görünür o ifa tərzi də buradan qaynaqlanıbdır. Dilşad xanım, Azərbaycan musiqi mədəniyyəti tarixinə Qarabağımız, xüsusilə Ağdamımız, xüsusilə Şuşamız təkcə xanəndələri ilə, vokal sənəti ilə böyük sənətkarlar bəxş etməyibdir. O həm də Qarabağımız instrumental ifaçılar baxımından Qarabağdan gələn Azərbaycan musiqi mədəniyyəti tarixinə çox böyük şəxsiyyətlər bəxş etmiş insanlar. Onların adını mən bir neçəsini istəyirəm sayım burada. Sadıqcandan Üzübəri, məşhur tarım atası saydığımız Sadıqcandan Üzübəri bu günə qədər həmən nəsil yetişməkdədir. Məşhur tarzənimiz, tarı, Azərbaycan tarını bütün dünyaya tanıdan, sevdirən hörmətli professorumuz Ramiz Quliyev bu sıradadır. Qurban Pirimov ondan da əvvəl Abdalgülablı kəndindən, o da Ağdamdan pərvazlanmış bir insandır. O da bu sıradadır. Yəni instrumental musiqi ifaçıları, gitara ifaçısı Rafiq Hüseynov, Rəmi Şadiyyindən xalq tanıyır, Allah rəhmət eləsin. Bunlar hamısı adam. Və Müzəffər Aslanov həmən məktəbin getirməsidir. Onun çalğı ifa tərzi fərqli idi. Ümumiyyətlə, onun qarmonda ifa etdiyi, istər xalq mahnıları, istər rəqslərimiz daha çox, istər lirik mahnılar özünə məxsus tərzdə ifa olunurdu. Heç kimə bənzəmirdi. Ona görə xalq tərəfindən sevilirdi. Çox təşəkkür edirəm Fəxrəddin müəllim. İndi Müzəffər Aslanovun ifasında biz indi görüntülərə də baxacağıq və onun ifasında eşidəcəyik. Amma mən Elman müəllimi də istəyirəm ki, dinləyək. Əlbəttə. Biz musiqidən söhbət elədik. Əlbəttə, musiqi şəxsiyyətin mənəvi əxlaqının, onun əxlaqi keyfiyyətlərinin estetik zövq və ideallarının formalaşmasında bəli, mühüm əhəmiyyət kəsb edir. Musiqi insana həyat verir, musiqi insana ömür verir, musiqi qidadır. Ömrün uzadılmasına bir ruhun qidasıdır. Bəli, ruhun qidasıdır. Elman müəllim, illər 2006-cı ildə haqq dünyasına qovuşub və bugün oktyabrın 5-i anım günüdür. Allah qəni-qəni rəhmət eləsin və bugün doğrudan da ruhu şaddır ona görə ki, onun nə qədər dostları var, olub. Bugün o haqda sözlər deyir, sizin kimi evlat var. Bax, bugün bir evlat kimi sizi də bir dinləyək, sonra keçid alaq. Əvvələ mən buradan bütün tamaşaçıları salamlayıram, axşamınız xeyir olsun deyirəm. Arzu edirəm ki, tamaşaçılarımızın hər birisi qeyd elədiyi günlər xoş günlər olsun, xoşa gələn günlər olsun. Amin inşallah. Biraz Elman müəllim biraz duyğusallaşır, biraz kövrək qəlbi var, biraz yəni ki, əlbəttə ata haqqında fikirləşir ki, elə bir cümlə deyim ki, o layiq olduğundan da onsuz atalar hər bir evladın, ailənin padişahıdır, başının tacıdır. Bəli, tamam doğru. Yəni bu budur. Bugün Elman müəllimin də o padişahı, başının tacı, ata haqqında demək o qədər sözü var ki, amma o, mən 2 gündür söhbət eləyirəm, arada görüşmüşük, içində olan o boğçanı tökə bilmir, tökmək istəyir, amma elə bil qəhər onu boğur və orada dayanır. Elə sizin kimi dostlar var, sizin kimi evlatlar var ki, elə Elman müəllimlə siz həm yaşıtsınız, siz də müəllimisiz. İnşallah veriliş boyu çox gözəl bir o anlara bir səyahət eləyəcək. Və elə mən də Müzəffər Aslanov haqqında qələmimdən qopan, könlümdən keçən sözləri demək istəyirəm.
siz də ekrana baxın, bir daha xatırlayın. Müzəffər Aslanov 1928-ci ildə oktyabrın 17-sində Ağdam rayonunun Keştazlı kəndində Ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdam Dövlət Müəllimlər İnstitutunda təhsil alıb. 1951-ci ildə təyinatla Tərtər rayonuna göndərilir. İlk dəfə dil ədəbiyyat müəllimi kimi ömür gün yoldaşı Sona xanımla birlikdə Tərtər rayonunun Bosulu kənd orta məktəbində müəllim kimi fəaliyyətə başlayır. Folklor nümunələrinin dərindən bilən Bosluda 3 il müəllim işləyir. Sonra Müzəffər müəllim Qarağacı kəndində direktor təyin edilir. Bir müddət keçdikdən sonra Müzəffər Aslanovun xahişi ilə Ağdam rayonunun Xındırıstan kəndində dil ədəbiyyat müəllimi təyin olunur. Daha sonra Kəngərli kənd orta məktəbinə dəyişdirilir. Gözəl, nümunəvi ailə başçısı olan Müzəffər müəllim və Sona xanım 6 övlad dünyaya gətirirlər. 2 oğul, 4 qız. Müzəffər müəllim öz müəllimlik peşəsini çox sevməsinə baxmayaraq, musiqiyə də diqqət, vaxt ayırır. Musiqi aləmi olan qarmona həvəsi demək olar ki, günü-gündən artır və qarmonu dərindən sevməyə başlayır. Qısa zaman kəsiyində Müzəffər Aslanovun qarmonunun səsi, sorağı elə obaya səs salır. Tanınmış sənətkarlar Əbülfət Əliyev, Şahmalı Kürdoğlu, Yaqub Məmmədov, Qədir Rüstəmov və bugün canlı korifeyimiz olan Arif Babayev və digərləri Müzəffər Aslanovun gözəl qarmon ifasından ağız dolusu danışırlar. Böyük sənət adamlarının Müzəffər Aslanov haqqında gözəl ürək sözləri, söyləmələri Müzəffər müəllimə qol qanat verir. Böyük ruh yüksəkliyi yaradır. Bir sözlə, ruhu, qanı musiqiyə bağlı olan Müzəffər Aslanov həm də instrumental ansamblda öz sözünü demiş bir şəxs olur. Qarabağda tanınmış qarmon ifaçısı kimi ad qazanır. Müzəffər müəllim öz ifa tərzi ilə xüsusi seçilərmiş. İfa tərzini heç kimin sənətinə bənzətməzmiş. Elə obasına bağlı olan Müzəffər Aslanov məclisdən, öz elindən, obasından ayrı düşür. Yurt həsrətli Müzəffər müəllim həsrətin niskilə dözə bilmir. Həsrət, niskil dərdi, vətən, torpaq həsrəti, bayraq sevdalısı olan Müzəffər Aslanov 78 yaşında 2006-cı il may ayının 5-də qəflətən amansız ölüm onu doğmalarından uzaqlaşdıraraq Haqqın dərgahına yola salır. Və veriliş boyu yenə danışacağıq. Mən istərdim ki, Müzəffər müəllimi bir daha onun o gözəl ifası ilə yad eləyək, sonra söhbətimizə başlayaq. Bizim rejissor deyir ki, reklama çıxacağıq, ona görə vaxt azdır, yarımçıq qalmasın. Reklama çox az qaldığına görə, reklamdan qayıdandan sonra çox gözəl bir formada o ifanı gözəl dinləyərik. Və Zadir müəllim, reklam.
Allah rəhmət eləsin, ruhu məkanı şad olsun. Amin. Bu anda bir bayatı ilə sizlərə keçid almaq istəyirəm. Qoy elə bu mikrofonla deyim, bizim səs rejissorumuz da gözəl bir səs versin. Əzizim budaq ilə, quş gəzər budaq ilə. Yuvamdan uzaq düşdüm, ölürəm budaq ilə. Əzizim düzdən keçər, ceyrandan düzdən keçər. Gündə gör neçə dəfə, xəyalım sizdən keçər. Əzizim dərdə kərəm, düşməsin dərdə kərəm. Qoşaram qəm kötanın, sürərəm dərdə kərəm. Çox təşəkkür edirəm. Həyat o qədər belə yuxu kimidir ki, düzdür, hər bir kəs bu dünyadan gəlib, belə də gedəcək. Deyir, dünya bir pəncərədir, hamı baxıb keçər. Doğrudan da nə mutlu o insana ki, həyatda bir iz qoyur, sevilir. Dillərdə elinə, obasına gərəkli bir kəs olur. Elə Müzəffər müəllim də elinə, obasına bağlı olan bir ziyalı olub. Xeyirxah insan olub, eşitdiyimə görə. İnsanlara əl tutub, bir kasıbın qapısını döyüb, birinin bir könlünü alıb. Bugün amma o zamanın insanları da elə bil ki, yoxa çıxıb. O devrin, o yaşda, o ab-ı hava bugünkü devrimi, bax indiki bu zamanda yoxdurlar. Elədir. Yoxdurlar. Bizlərsə həmişə istəmişik ki, böyüklərdən bir örnək götürək və gələcək nəsillərə o cür çatdıraq. Amma çox təəssüf ki, o anlara həsrətlə baxırıq. Çox təəssüf. Sözünüzün qüvvəti, onlar müdaxilə edeyim. Çox maraqlı bir məqama tuş gəldik. 30 ilə yaxın bir dövr keçdi. Elə konkret götürək Ağdamın işğalından. Ağdam bilirsiniz də möhtəşəm bir məkan idi. Yəni muğam baxımından, elm baxımından, poeziya. Ümumiyyətlə Ağdamda daha çox muğam musiqi mədəniyyəti inkişaf etmişdi. Amma bütün sahələrdə Ağdamın kənd təsərrüfatı sahəsindən tutmuş, idmana, səhiyyə, təhsilə qədər Ağdam həmişə seçilən bir bölgə olubdur. Amma 30 il zaman kəsiyində yurdundan, yuvasından perik düşdü insanlar. Azərbaycanımızın 68 bölgəsinə səpələndilər və orada yaşadılar. Və şükürlər olsun Allaha ki, harda olmağından asılı olmayaraq, o milli mənəvi dəyərləri qoruyub saxlamağı bacardılar. Bilirsiniz, Cənab Prezidentimiz Mehriban xanım Ağdamda muğam mərkəzi yaratdılar. Yəqin ki, yadınızdadır. 2018-ci ildə həmən muğam mərkəzinin açılışında Cənab Prezidentimiz özü iştirak elədi, Mehriban xanım özü iştirak elədi, hörmətli Mehriban xanım. Və o bölgəyə, o muğam mərkəzinin köçürülməyi, daha doğrusu orada yaradılmağı təsadüfi deyildi. Bəli, böyük bir diqqət ayrılmışdı. Böyük bir diqqət ayrılmışdı və mən əminəm, mən çox belə sevinirəm ki, 30 illik zaman kəsiyi istedadların Qarabağdan, daha çox musiqi mədəniyyəti tarixində öz imzalarını qoymağı bacaran insanların arası kəsilmədi. Fidan balalarımız yetişirlər və bir nəsil gəldi, Təyyar Bayramovlar, Məsum Müəllimgil, Səbuhi İbayev, Elnur Zeynalov, Feyruz Səxavət, Aygün Bayramova, Nəzakət Teymurova və bir sıra adını çəkə bilmədikləri məni bağışlasın. Bu nəsildə yetişdi. Bunlar hamısı Ağdamın işğal dövründə olan məqamda Azərbaycan musiqi mədəniyyətinə atılan insanlar oldular, öz imzalarını yadan insanlar oldular. Və bugün də, bax, bu Lider televiziyası, mən təşəkkür edirəm sizin rəhbərliyinizdə ki, bizim bir başqa layihə də var, bilirsiniz, Avaz 2, Avaz 1 layihəsi. Orada da gələnlərin çoxu Qarabağdan gəlirlər, o uşaqlar. Deməli, musiqi mədəniyyəti tariximizin talehi etibarlı əllərdədir. Bax, bu mənada bu sevindirici haldır. Bəli. Və nə yaxşı ki, Müzəffər müəllim kimi insanlar, ifaçılar təməli bünövrəni elə qranit materialdan hörüblər ki, onun üstündə nə qədər hündür bina desən, tikmək olar. Bax, bu sevindirici bir haldır. Çox təşəkkür edirəm. Buyurun, mən təşəkkür edirəm.
Aslanovu uzun illər tanıyan dostlar, sənətkarlar və onu həmişə kübarlıq, ziyalıya xas olan mütəvaziliyi ilə, istedadı ilə ağız dolu danışıblar. Bəli, həqiqətdir. Və indi Sadi, indi sizə mən söz verəcəm, amma gəlin elə bax o ziyalılarımızın Müzəffər müəllim haqqında dediyi sözlərə bir öz Böyük məmnuniyyətlə, böyük məmnuniyyətlə, buyurun. Rəhmət eləsin Müzəffərə, çünki mən onunla çox toylara getmişəm, çox çörək kəsmişəm. Biz də həmişə deyirdik ki, bu səs yaxşı səsdir, sən öl, sənin yaxşı gələcəyin var. Müzəffərin təkcə çalmağı yox, çalmağına çox gözəl çalırdı, çox. Həm adam oxudurdu, həm xanəndə oxudurdu, həm el havaların elə qəşəng cəmaatın sümüyünə düşən havaları çalırdı ki, cəld adam idi, belə gümrah adam idi. Müzəffər müəllim təkcə Ağdamda deyil, Qarabağda tanınan çox gözəl şəxsiyyətlərdən biri idi. Onun el arasında çox böyük hörməti vardı. Bütün cəmaatın xeyir şərində həmişə fəal iştirak edərdi. Onun yalnız müəllimlik fəaliyyəti haqqında onu deyə bilərəm ki, dərs dediyi tələbələr indi də Müzəffər müəllimi tez-tez xatırlayır və onun ruhuna dualar oxuyurlar. Müzəffər müəllim sözün əsl mənasında müəllim idi. O, bütün biliyini, bacarığını öz şagirdlərinə öyrətməkdə əsirgəmirdi. Çalışırdı ki, ürəyindən keçən bir istək və arzularını şagirdlərin qəlbinə hopdursun. Bu mənada doğrudan da el arasında çox böyük hörmət qazanmışdı. O, orta məktəbdə də dərs deyirdi. Baxmayaraq ki, məsələn, o qarmon müəllimi kimi, qarmon ustası kimi fəaliyyət göstərirdi. Amma mənim orta məktəbdə də müəllimim olubdu, uşaq vaxtı. Vaxt zaman gəldi, elə yetişdi ki, mən artıq orta məktəbin 6-cı sinifində, 5-ci sinifində oxuyarkən Ağdamda musiqi məktəbinə gedəsi oldum. Tar məktəbində oxumağım da Müzəffər müəllimə çox belə xoş gəlirdi ki, yəni bu orta ixtisas ilə əlaqədar musiqi təhsilini də alır. Ona görə orta məktəbdə keçirilən bütün o öz fəaliyyət tədbirlərində iştirak edirdim və onun özünün də o tədbirlərə köməyi olurdu. Vaxt zaman elə gəldi ki, mən böyüdüm, mən də bu sənətə azdan çoxdan yiyələndim və rəhmətli Müzəffər müəllimlə toy çalası olduq bir yerdə. Hətta Xındırıstan kəndində, mən özüm Ağdamın Xındırıstan kəndindənəm. Ağdamın Xındırıstan kəndində biz toylar da çaldıq. Rəhmətli xanəndə də Haqverdi idi. Əsasən onun işlədiyi elə o xanəndələrdən ən çoxunu mən Haqverdi ilə görürdüm. Allah ona da rəhmət eləsin. O da yaxşı xanəndə idi, yaxşı oxuyan idi. Bir daha məkanı şad olsun. Mən inanıram ki, o ruhu şaddır. Bəli. Ruhu şaddır və bu kadrlara baxandan sonra siz öz müəlliminiz haqqında nə deyərdiniz? Müəllimim çox gözəl insanıdır, gözəl ağsaqqalıdır, ziyalıydı, çox böyük mədəniyyət. Bizim evə, kəndə, Göytəpəyə tez-tez gəlirdi bizim həyətə. Mənim qardaşım da, böyük qardaşım Sabir Məmmədov, o da musiqi texnikumunda oxuyurdu. Onların da, bax, Rafiq müəllim söylədiyi kimi iş birliyi var idi. Gələndə həmişə deyirdi ki, Sara xala bir qayğanaq hazırla, özdə qatığı üstünə səpib belə şirin yeməyi vardı. Bir də o Moskviçi də aynen gələndə hamı bilirdi ki, bu Müzəffər müəllimdir. Doğrudan da onun özünün bəstəliyi musiqilər, rəqslər var. Özünün bəstələdiyi rəqsləri var. İndiki dövr olsa, indi yəqin ona əməkdar artist, xalq artist adı verərdilər əsərlərə görə. Yəni, mən onu çox yaxından, mənə də bir fəxridir ki, o mənə dərs deyib. Mən də onun oğluna dərs deymişəm, Elman müəllimə. Çox maraqlıdır da bu. Elə deyil, borcumdan çıxmışam. Allah rəhmət eləsin. Çox Azərbaycanlı idi, əsl Azərbaycanlı idi. Adət-ənənəni qoruyanıdır. Bizim kəndlə onların kəndinin arasında 4 kilometr fərq vardır. İkisi də
o Yevlax Ağdam trasının kənarında yerləşirdi. Birinci bizim kənd gəlirdi, sonra Ağdama çatanda da Ətyeməzli, Keçdazlı kəndi idi. Mən də gəldim həmin kəndin orta məktəbinə, müəllim və Elmana dərs dedim borcumdan çıxıram. İntihası nəysə həmin gün dərsə hazırlaşmamışdı. Dedim, get papanın maşını min, get kəndi hərvən, gəl dərsini danış. O vaxtdan Elman da üzü ağ olsun, yaxşı övladdır, sədaqətli övladdır. Cəmaata hörmət eləyəndi, böyüyü sayandı, çox tərbiyəli adamdı. Ümumiyyətcə çox tərbiyəli bir ailə idi. Ona görə Siz deyirsiniz ki, Müzəffər müəllim mənim deyirsiniz müəllimim oldu. Mən də Elman müəllimim. İndi mənə deyin görüm, siz Müzəffər müəllimin dərsində fəal idiniz, yoxsa Elə 50-50-yə çıxardı. Mən də, bəli. Mən desəm ki, mən yaxşı oxuyurdum. İndi Nasıl oldu? Ben Müzəffər müəllimi digər ifaçılardan fərqləndirən bir cəhətin mən sizə vurğulayım onu. Buyurun, buyurun. Deməli, musiqişünaslar bilirlər, musiqidə belə bir termin var. Adətən rus dilində deyirlər, çetverton deyirlər. Yəni, çərək notun 1/4. Yarım pərdənin də yarısı. Bu şirinlik üçün. Onu klavişlər olan, tutaq ki, fortepianoda eləmək olmur. Çünki standart orada dillər var. Qarmonda eləmək olmur. Amma kamançada, tar alətində pərdələri çıxaraq, çimləri qaldıraraq, tarzənlər bilir, kamançı ifaçıları, klarnet, nəfətli alətlərdə də mümkündür. Amma qarmonda mümkün deyil. Müzəffər müəllim yeganə ifaçı idi ki, o çetverton dediyimiz, o notun, çərək notun 1/4-ni, o səsi, o şirinliyi, o qarmonda ifa eləyə bilirdi. Həm də onun qarmonu digər qarmonlardan fərqli idi. Səsi də biraz fərqli idi. Elə bil ki, o səs, adamı vuran səslər var da. Səsin rəngi var axı. Ağ səslər var, qara səslər var. İnsanlarda da var o səs. Elə səs var ki, nədən danışırsa danışsın, o səni yorur. Lap məntiqli, ağıllı danışsın, yenə yorulursan. Amma səs var ki, elə adi, məsələn, Arif Babayevin səsi kimi, Roza Tağıyevanın səsi kimi və digər də imdadların Aydın Qaradağlı'nın səsi kimi. O səslər nədən danışsın, sənin ruhuna sığal çəkir. Bax, Müzəffər müəllimin, Allah rəhmət eləsin ona, onun qarmonunun ifası o səslərdən idi, insana xoş gələn səslərdən idi. Mən o səsi, açığını deyirəm, Gövhər Zayevə bizim əzizimiz, mənim bacım, qarmon ifaçısı, buradan onu salamlayıram. O eyni sözü deyir. Bəli, yəni Gövhər xanımda görürəm. Hər dəfə Gövhər xanım efirdəmi, ya hansısa bir yazılarda mən onun ifasına qulaq asam da, o çetverton dediyimiz o yarım pərdələri axtarıram ki, o mütləq. Yəni ürəyin, ruhu ilə ifa edirlər bu insanlar. Elə Gövhər xanım da gözəl müsahibəsində siz deyən kimi danışır. Mən qulaq asmışam, onu çox gözəl danışır. Yenə, bəli, qulaq asacağıq. Və Elman müəllim, çox sakit dayanmışsınız. Bax, bu kadrlara baxanda, bu söhbətlərə baxırsınız, bu dəqiqə canlı efirdir, sizə də baxırlar. Bax, elə bir an olubmu ki, heç bəlkə də ətrafınızda dostlar bilmir. Onun həmişə sizi o kövrəldən anımı, o nəsiyyətimi, onu bugün siz bizdə deyərdiniz, bizim verilişdə. Valla götürəndə atamın düyünləri anım günüdür. Amma bu adam elə daim olaraq işə, gücə gedib gələn adam olur. Eyni zamanda özünə heç zaman körlük verməyən adam olur. Götürəndə mən bəzi məqamlar olur da, düşünürəm o tərəf, bu tərəf. Mənə deyirlər ki, yaxın adamlardır onlar. Deyirlər, bu adam vaxtında çox belə özünə körlük verməyən, nə bilim, keyf-keyf bir adam olur. Onu demək istəyirəm ki, heç yadımdan çıxmır, bizim Ağdamda bir Tələt-əmi dediyim adam vardı, ağsaqqal adam. Elə onun özü də xeyirxah adamıdır, heç kimə zərər verməyən. Aptek işçisi idi, aptek idarəsinin müdürü idi. Tələt-əmi, Əliyev Tələt. Bəli, 7-si çıxmışdı, rayondan gəlmişdim, qabağıma çıxdı. Allah ona da rəhmət eləsin, yaxşı insanıdır. Onun qohumları ilə, qardaş uşaqları ilə dostluq edir, ailəvi get-gəlimiz var. Dediyi bir dənə kəlmə indiyə ölən günümə qədər yadımda qalacaq. Dedi, heç kimə zərər verməyən gülərüz bir simaydı. Belə.
Çox təşəkkür edirəm. Reklam dəqiqələrinə bağlanaq, yenidən söhbətimizə davam edərik. Reklam dəqiqələrimiz bitdi. Söhbətimizə davam edək, amma bir telefon bağlantımız var. Alo. 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 Bəli, Sədaqət xanım. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Ay xanım, siz mənlə 3-cü dəfədir sizlə danışıram mən. Siz məni bugün apardınız əsl mənasında sözün Ağdamın seyrinə. Orada oturan o ziyalıların hamısını mən yaxşı tanıyıram. Mən Ağdamda Komsomolun katibi işləmişəm, Sədaqət Abbasquliyeva. Bu ziyalıları gözəl tanıyıram. Rəhmətli Müzəffər müəllimi, nəyə yaxşı tanıyıram? Mənim öz qardaşımın da biri konservatoriyanı qurtarmışdı. Bu Ağdam cəmaatının musiqiyə olan həvəsi ilə əlaqədar o gətirib hamını calaşdırırdı. Arif Babayev, Tarçalan Ramiz Quliyev və bilaxirləri. Gözəl tanıyıram bu ziyalılarımızı. Bu ziyalılarımızın Allah canını sağ eləsin. O gün olsun biz gedək Ağdamın Amin. ziyarətinə. Siz xanım hər dəfə danışanda mən fikir vermişəm sizə. Özünüz Gədəbəyli olsanız da o qədər yanıqlı danışmışsınız ki, mənim öz arzumdur ki, mən şəxsən gəlib sizi tapacam. Keçmiş Komsomol işçisi kimi. Mən Ağdama sizi aparıb qonaq aparacam. İnşallah. Bu ziyalarla Allahın köməkliyi ilə birinci Mekidi ziyarət edəcəyik, sonra da Ağdamın görməli yerləri. Hamınızı öpürəm. Çox sağ olun. Çox sağ olun Sədaqət xanım. Hamısı çox düzdür. Tələs Abbas Quliyev, o qədər Əliyev, o qədər gözəl ziyalı idi o. Aptek tələf deyirdilər ona. Sədaqət xanım, çox sağ olun, çox təşəkkür edirəm zənginizə görə, minnətdaram. İnşallah, Allah qoysa, tək sağlıq, salamatlıq olsun. İnşallah, inşallah, mənim də böyük arzumdur ki, Qarabağ qarış-qarış gəzəm və o elin, obanın hər bir ziyalısı haqqında əlbəttə hər birimizin borcudur. Öncə şəhidlərimizi unutmamaq, qazilərimizi unutmamaq, bütün şəhidlərimiz qarşısında hər birimiz baş əyirik. O şəhidlərimizin o qanı bahasına bugün biz qələbə çaldıq. O qanı bahasına bugün biz qələbə sorağı ilə, o sevgisi ilə, o sevinci ilə yaşayırıq. Allah bütün əskər və zabitlərimizi qorusun. Bu dəqiqə Səngərdə bax o döyüşən əskərlərimizi bu gözəl müqəddəs ayı öz pənahında saxlasın. Onlara daim yardımcı olsun Allah. Amin. Və şəhidlərimizə də Allah rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin. Biz onlara ömür boyu borcluyuq. Ömür boyu. Elə ki, yenə söhbətimiz davam edəcək, amma Sadir müəllim, siz keçmiş istifada olan polis polkovnikisiz, hüquqşünassınız, siz fəlsəfə doktorusunuz, siz Şuşanın, Ağdərənin sabiq polis rəisi olmuşsunuz. Birinci Qarabağ müharibəsində və bugün ikinci vətən müharibəsi, elə birinci, ikinci vətən müharibəsində Qarabağımız elə, vətənimiz elə oradan başlayır. Bax, bugün Müzəffər müəllim və digər ziyalılarımızın, haqq dünyasında olanlarımızın, eləcə də birinci Qarabağ müharibə şəhidlərimizin ruhu şaddır. O anı bizə yaşadan, bax o ərənlər deyirik ya, bax onlar yaşatdı, bugün onların ruhu şaddır. Siz nə deyə bilərsiniz? Mən onu deyə bilərəm ki, heç vaxt biz təsəvvür eləmirdik. Çünki Ali Başkomandan, möhtərəm prezidentimiz 17 il bu müharibəyə hazırlaşdı. Çox deyirdilər Şuşanı vur, Paşinyan dedi ki, falan belə. O da deyirdi ki, mən bilirəm nəyi, nə vaxt, harda etmək. Bu qələbə, xalqımızın qələbəsi Müzəffər Ali Başkomandanın rəhbərliyi altında bizim ordumuz, əskərlərimiz, şəhidlərimiz, şəhid analarının xidmətidir.
Bəli. Bilirsiniz, 44 günə mən o relyefi çox yaxşı tanıyıram. Çünki çox mürəkkəb bir relyefə məxsus Qarabağ ərazisi var. Dağlı, dərəli, nə bilim, kahalı, ondan sonra meşəli, çox çətin bir relyef. 44 günə, 30 illik həsrətə biz qovuşduq. Bəli. Bilirsiniz, Ağdamın əhalisi 1988-ci ildə 191 min olub, 7 min şəhid veribdir. Neçə illər dözdü. Ağdam bütün Dağlıq Qarabağda olan o rayonların acısın, çətinliklərin yaşadı. Ancaq mənə bir dənə qürur verən o oldu ki, Ali Başkomandan 1-ci xanımla, Mehriban xanımla Ağdam meçidinə gələrək, Mehriban xanımın o Quran-ı Kərim kitabın dəsmalın arasından açıb möhtərəm prezidentimizə verdi. Möhtərəm prezidentimiz onu öpərək gətirib o stolun Ağdam meçidinə. O anda hər kəs göz yaşına hakim olamadı o Və görüntünü. eyni zamanda mənə ən ləzzət verən, qürur duyduran Cıdır düzündə Ali Başkomandanın o çay içmək. Tonqal. Bəli, tonqal və çay içmək. Bax, bilirsiniz, Bu da Ağdamımızın görüntüləri də var. Hamısı, yəni bizim o torpaqlar çox müqəddəsdir. Çünki o şəhidlərin qanı hesabına əmələ gəlibdir. Bu, məncə, öncə Ağdamınlar. Bu kadrları deməli biz vertolyatla çəkmişik o vaxtı, helikopterlə. Ağdamın üstündə. Burada çay evi də var, sonra o istirahət parkı da var, mədəniyyət evi də var. Bax, bura Ağdamın pasaj dediyimiz ticarət mərkəzidir. Ağdamın beynəlxalq avtovağzal, belə deyildik. Ona yaxın bir məkandır. Bəli, Saysuran sahəsi. Və keçək yenə söhbətimizə. Yenə də yəqin ki, sizin də gözəl bir şeirinizi eşidəcəyik. Amma mən bu ata şeirini qısaca Elman müəllimin, necə ki, evladın ata üçün, ümumiyyətlə hər bir evlad ki, ata-anaya hörmətdən yanaşır, qulluğunda durur. Onların mən qarşısında hər birinin baş əyirəm. Ata-anaya, yaşlılara, dəyərli tamaşaçılar, əziz cavan, əsas hər birimiz üzümüzü tutub gənclərə deyirik. Yaşlıların qəlbinə dəyməyin, ata-ananızın qədrini bilin. Qocaların heç bir zaman könlünə dəyməyin. O könlünü qırsanız, təsəvvür edin ki, həyatda elə bir günah iş tutmuş olursunuz ki, Allah belə bağışlamaz. Uca səslə qışqırmayın üstlərinə. Qocalanda hər birimiz o anı yaşayacağıq. Özdə hər kimə, hər adama da o gözəl qocalıq da nəsib olmur. Bu da var. Yəni, bəli, onu hər kəsə o gözəl, sağlam qocalıq nəsib eləsin. Allah heç kəsi də, heç doğma evladına belə mühtac eləməsin. Amin, gözəl arzular. Və elə bu anda elə bütün ataları yad eləmiş oluruq. Fəxrəddin müəllim deyir, hər kəsin taleyi səmimiyyəti, məsləki, vicdanı, canı atadır. Xilqəti, qüdrəti, ömrün zinəti, həyatın şöhrəti, şanı atadır. Atalı övladın sevinməz üzü, atasız övladın şad olmaz özü. Qəlbini yandırar söhbəti, sözü. Hər bir dərdin xoş dərmanı atadır. Vüqardır, ata tükənməz xəzinədir. Ata bizim ömrümüz, günümüzə bəxş olunan o gözəl bir ömürdür. Bir daha İlman müəllim, sizə böyük təşəkkür edirəm ki, atanızı bacardığınız qədər bilmirsiniz, nə eləyəsiniz ki, onun o ruhunu şad eləyəsiniz. İçinizdə o könlünüz şad olsun və bu anda sizə bir sual vermək istəyirəm. Hər bir ata-ana soruşursan, indi birinin 5 uşağı var, birinin 11 uşağı var, biz 11 uşaq olmuşuq, misal üçün. Amma anamdan həmişə soruşanda Allah bütün dünyasını... Neçənci uşaq? Mən qızlarımızın son 5-iyəm evdə. 6 bacı, 5 qardaş olmuşuq. Həmişə anama gəlib deyirlərdi ki, ən çox düzünü də görək. Ay Suqra xala, kimi çox istəyirsən, deyirdi, hamısına canım qurban olsun.
hamısı mənim, ay bala deyirdi, bu qolu bu qoldan ayırmaq olarmı? Barmaqlar mənim evladlarımdır, qol. Bir bir şey olsa bütün bədən sızlayır, ağlayır, izah eləyirdi və deyirdi, amma heç ası məndən inciməsin, Dilşadla Vüqara qurban olun. Allah, indi bax 6 uşaq olmuşsunuz Elman müəllim. Gizlicə dostlar, qohum-əqraba, yaxın adamlar soruşanda ki, misal üçün Sona xanımdan, rəhmətli, Müzəffər müəllimdən soruşanda ki, 6 övladın hansı daha sizə yaxındır? Yəqin ki, eşitdiniz. Vallahi Qulağınızla eşitmişsiniz ki, kimin adını çəkib və məncə çətin sual verirsiniz xanım, amma... Yox, onun dediyini deyirsiniz. Hə, bəli, amma onu deyim ki, o qızı oğlanından, oğlanı qızdan və yaxud ayırmazdı. Amma həmişə mənə deyirdi ki, deyəndə deyirdi ki, Elman mənim ilk tikəmdir. Hə. Tikəm deyirdi. Bax, çox qəribədir. Atalar, analar, ən çox da ana, ata, bax bu, mən misal üçün anadan daha çox eşitmişəm. Orada çox qəribədir ki, o evlad, hamının, ata-ananın evladını seçməsi mümkündürmü? Yox. Amma içərisindən ya bir, ya iki nəfərin xüsusi adlarını deyirlər. Bax, bilirsiniz niyə deyirlər? Məncə. Tamam. Çünki o evlad xüsusi nəvaziş göstərir. Xüsusi ona diqqət yetirir. İnsan qocalanda diqqət sevir. Əlbəttə. Xoş söz istəyir. Biraz da kövrək olur. Biraz da kövrək olur. Və o yaşlı adamların, o ailənin biri tutaq ki, həyat yoldaşı olan birini itirirsə, o birisinin beli tez bükülür. Çox qəribədir. Çox, bilirsiniz, həyatın bu yaşadığımız bir qanunlarıdır. Mən üzr istəyirəm, sözünüzə qüvvət. Bizim millətin, mən hərdən araşdırıram, bu barədə mənim yazılarım da var, məqalələrim də var. Maraqlı bir şeydir Sadır müəllim. Deməli, bizim millətdə insan yaşadı olduqca, belə deyək, qocaldıqca, onun dəyəri artır, onun qiyməti artır. Bu bircə Azəri türklər, Azərbaycanda, Türkiyədə belədir. Yəni, bir türklərdə belədir. Nə baş verir? İnsan yaşadı olur, biz ona bir ağsaqqal deyibən müraciət edirik. Ağsaqqal termini, o söz bizdədir ha. Müraciət edirik və o sözü deyib onun ətəyindən yapışırıq. Məclisdə onu başdan ələşdiririk. Onun sözün atalar sözlərinə çevirib misal çəkirik, yəni örnək olaraq. Bir, nə bilim, qıza elçi gələndə ya oğul evləndirəndə birinci onu qabağa verir ki, sən deyil. Qızın hərisini sən ver, oğlanın elçiliyinə sən git. Yəni, Azərbaycan xalqının bir dəyəri, yəni o milli mənəvi dəyərlərimizin gözəl bir çaları bundan ibarətdir ki, insan bu millətin, bu xalqın insanı qocaldıqca dəyərlənir. Elədirmi? İndi söhbət yenə gəlir Müzəffər müəllim. Müzəffər müəllim ağsaqqallıq imicini özü qazanmışdı. Mən hərdən onun dostları ilə düzdür, bizim yaş fərqimiz çox idi deyə, mən də musiqi ilə, Ağdam belə idi də, Ağdam hər həyətdən, hər evdən musiqi səsi gəlirdi. O ailə, yəqin ki, dostlarım mənim sözümü təsdiq edirlər, hörmətli Sadır müəllim də. Dilşad xanım, hər evdən musiqi məktəbinə gedən kimsə olmalı idi. Qızları köçürəndə onlara cehiz verirlər. O qız əgər piyanino ifa edə bilmirsə, piyanino məktəbinə getməyibsə, bunun heç bir əhəmiyyəti yoxdur. Mütləq onun cehizinə piyanino qoşulmalı idi. Nə gözəl adı. Özdə adi piyaninolar yox. Mebel rəngində, qəhvə rəngdə olan Belarus fortepianosu deyildi, yəni bahalı idi. Onlardan, yəni musiqiyə olan hörmət, olan dəyər, olan münasibət, Qarabağın, xüsusilə Ağdamın, Şuşanın, ətraf rayonların, Küllü Qarabağın elə bir ki, məfkurəsində idi, qanunda idi, xilqətində idi. Musiqini biz sevməyə bilmərik. Mən özüm tar məktəbinə getmişəm. Sadır müəllim, bu kişi də, özü də. Yəni, ailəmiz də, hamımız biz musiqi ilə. Ona görə Ağdamdan çıxma görürsünüz. Bir məqamı da istəyirəm deyim. Ağdamda ifaçıların, yəni xanəndələrin, İkisi bir-birini təkrar eləmir. İkisinin səs talanlığı, talan istəyirlər usta, bir-birinə uyğun deyil. Bənzətmirlər öz. Çox maraqlı bir şeydir. Şahmalı Kürdoğlu başqa cür oxuyurdu. Qədir Rüstəmov tamam başqa bir sənə. Arif Babayev başqa cür. Əbülfət Əliyev
Düzdürmü? Bakir Haşimov tamam başqa cür. Sədi Məmmədov rəhmətli başqa. Səxavətin səsi başqa. Bugün də elədir. Təyyarın səsi ilə Elnur Zeynalovun səsi ikisi də bal kimidir. Amma başqa-başqa səslərdir. İkisi də gözəldir. Və yaxud da Sevinç Sarıyeva ilə Agünün səsi başqadır. Nəzakət Teymurova ilə Səbinə Ərəbovanın səsi tamam başqadır. Çünki onlar biri-birinə oxşab bənzəmirlər. Özlərini kiməsə bənzəmirlər. Hərənin öz izi vardı musiqidə, ona görə yadda qaldı. Bax, Müzəffər müəllimin də qarmon ifaçılıq sənətində atdığı addım öz ləpirləri idi, öz izləri idi deyə bugün hamının yadında qalır. Bəli, Fəxrəddin müəllim çox elə ki Sevinç Sarıyevanın adını çəkdiniz. O bizim bacımızdır da. Onun da bir Müzəffər müəllim haqqında dediyi sözləri eşidək. Böyük məmnuniyyətim, böyük məmnuniyyətim. Bölgəsində çox musiqiçilər, çox sənətçilər, çox xanəndələr yetişir. Sənət yaşım ona dəlalət eləməz ki, mən o sənətkarların haqqında danışım. Amma bu günlərim özümə fəxr bilirəm ki, xoşbəxt bir insanam ki, o cür sənətkarları mən görmüşəm. Gənclik dövrümdən görmüşəm. Çünki o vaxtı biz gənc olanda dərk eləmirdik, bu sənətkarın böyüklüyünü dərk eləmirdik. Deyirdik ki, sənətkardır, elə bilirdik ki, daim yaşayacaq, bizlə yaşayacaq bunlar. Və bunlardan biz məsləhət götürəcəyik, biz bunlardan məsləhət alacağıq. Amma çox təəssüflər olsun ki, o sənətkarları tez itirdik, çoxunu tez itirdik. Mən belə sənətkarlardan biri də bizim Ağdam rayonunun çox salib seçilən ziyalılarından biri olan, ruhu, qanı musiqiyə bağlı olan bir insan Müzəffər müəllimin haqqında. Bu günlərim mənim üçün böyük bir şərəfdir ki, o elə bir ziyalının haqqında mən söz deyirəm və o insanı mən görmüşəm və onun o xatirələrindən mən şahid olmuşam və danışıqları mən eşitmişəm. Müzəffər müəllimi mən necə tanımışam? Mən Xan Şünis qadına muğam məktəbini bitirəndən sonra mən Ağdam müəllimlər evi deyilən bir idarə vardı. Orada dərnəklər vardı. Orada da xanəndəlikdən mən elə bir rəhbərlik edirdim. Xanəndəlik dərnəyi vardı. Bir gündə belə oturmuşduq. Mən də xoşlayırdım bu köhnə sənətkarların sözlərinə qulaq asmaq. Onların o məzəli söhbətləri olurdu. Keçmişdən danışırdılar. Çox maraqlı idi mən. Bir gün bir də gördüm ki, belə ağ saçlı bir dənə belə gülərüz bir adam gəldi. Bu oturdu, nəsə bunlarla oturmuşdular. Mənə dedilər ki, bizə bir çay gətir. Durdum, nəsə bunlara çay gətirdim. Mən də bilmirəm, bu Müzəffər müəllimdir. Və bu Müzəffər müəllim başladı bu danışmağa, bir-birləri ilə müzakirə elədilər. O sənət, bu xanəndənin, hər xanəndənin özünə məxsus oxumaqların, ondan sonra ifaçıların həmçinin. Mən də Əbülfət Əliyevin xəstəsiyəm, bugün də xəstəsiyəm. Onun həmişə, onun lent yazılarına, onun səsinin, onun o qaval çalmaq manirası heç bir xanəndədə olmayıb, heç kəs məndən inciməsin. Müzəffər müəllim Əbülfət Əliyevdən danışdı və o qədər maraqlı gəldi. Həm onunla o gözəl xatirələrindən və Əbülfət Əliyevin o xəstəlik dövründən çox tarixi hadisələr çox danışdı musiqi tarixində və soruşdum orada, dedim Əsgərxan müəllim, elə belə dedim, bu kişi kimdir? Qayıtdı ki, bu kişi, elə belə Əsgərxan müəllim də dedi, ay qızım, bu kişi, bu ensiklopediyadır, bu tarixdir. Və Sabir müəllim də dedi ki, sən tanımırsan, dedi Müzəffər müəllim. Dedim, yox valla, birinci dəfədir görürəm. Və onda dedi ki, bəs bilirsən də, Sevinç də qəşəng bizim xanəndədir. Dedi, qulaq asaram. Şah müəllim qatdı ki, nə, bunun qəşəng Şahnaz oxumağı var, bir də qəşəng Fatih Kürd oxuyur. Dedi, nə, qulaq asaram da. Şah müəllim qatdı ki, qulaq asmaq ehtiyac yoxdur da, mən deyirəm sana. Elə belə Qarabağ ləhcəsi ilə, qəşəng belə danışdılar bir-birləri ilə. Deyirəm, dana deyir sana. Sevinç qəşəng Fatih Kürd oxuyur, bir də qəşəng Şahnaz oxuyur. Hələ bunun sən heyratısın, heyratının arasında deyir, bir çoban bayatı oxuyur. Gəl görəsən. Bu gedəndən sonra Müzəffər müəllimin haqqında o qədər gözəl sözlər danışdılar. O qədər insanlığı haqqında, ağsaqqallığı haqqında, hər musiqiçidə şəxsiyyət rolu, şəxsiyyət tamamlamır o musiqiçini. Şəxsiyyəti ilə sənəti üst-üstə düşmür. Amma Şahmar müəllim də hər adama qiymət verən bir insan deyildi də, hər adamın haqqında söz deyən də insan deyildi. Dedi ki, Müzəffər müəllim çox gözəl şəxsiyyətdir. Əsl ziyalıdır. Elə bil ki, Ağdamın güzgüsüdür. Bax, güzgülərindən biridir. Bir günlərim gəldim işə, Əsgərxan müəllim, Tarçalan Əsgərxan müəllim dedi ki, bəs Müzəffər müəllim elə sənin elə qənşərinə bəlkə çıxardı. Dedim ki, yox, çıxmadı, görmədim. Yəqin dedim, mən yolun bu üzü ilə getmişəm, o bu üzü ilə gəlib. Dedi ki, bəs toy dedi bizə. 91-ci il idi, bizi qalayçılara toya
çağırdı. Və getdik ora, orada da Müzəffər müəllimin dostu idi, Moskvadan gəlmişdi. Bəyin də 41 yaşı var idi. Bəyi güclə yola gətiriblər ki, deyib bu şərtlə evlənirəm ki, mənim toyumu Şahmalı Kürdoğlu oxusun. Və biz getdik ora, getdik ki, elə Müzəffər müəllim oradadır. Görüşdük, danışdıq. Qayıtdı ki, indi mən xanımı oxutduracağam. Qoy görüm xanım oxuyacaq yoxsa yox. Durdu bir dənə qəşəng şahnaz çaldı. Orada əslində qalanda qonaq kimi iştirak eləmişdi. Orada qəşəng şahnaz çaldı, mən də şahnaz oxudum. Dedi, hə, yox, sən imtahanından keçdin. Qocaldır insanı, qocaldır zaman. Ürəyin ateşi sözü qocalmır. Dağları, daşları qocaldan zaman. Bilmirəm bəs niyə özü qocalır. Bəxtiyar düşünək biz dərin. Xəyallar möhtəşəm, arzular şirin. Əsil sənətkarıyım, əsil şairin. Əsil sənətkarıyım, Müzəffər müəllimin. Özü olmasa da sənəti qocalmır. Sənətkarımızın ruhu şad olsun, məkanı cənnət olsun. Ruhu şad olsun ki, onun doğma Qarabağı artıq azadlıqdadır. Doğrudan da lap mən kövrəldim, bəli, kövrəldim. Yəqin ki, baxırıq fil Bəli. vasitəsilə. Biz səni salamlayırıq mənim bacım. Çox sağ ol. Çox məntiqli, çox gözəl və səsin də ki, maşallah. Qaymaq. Dağ şəlalası qədər Allah safdır, təmizdir. bir balaca Təşəkkür edirik. deyəsən soyuqluq. İnşallah tez bir zamanda sağlar və yenidən bu gözəl, bax bu ab-ı hava yenidən bizim İnşallah, bu inşallah. verilişdə bir İnşallah. də yaranar. Allah yaratdığı bu gələn qalmaz və gedən gəlməz. Fani dünyada mənalı ömür sürüb, ömrün mənəvi gözəlliyinə min rəngli qızıl naxışlar vura bilmək üçün hər bir insan öz həyatını haqqa söykənməyə çalışmışdı. Elə Müzəffər müəllim də öz varlığı ilə əqidəsini yalnız Allaha bağlayan və ömrünü ailəsinə, dostlarına, el-obasına, yaxşılıq naminə sərf edən bir insan olub. Həyatda yalnız yaxşı əməlləri ilə özünü xoşbəxt hiss edib. Müzəffər Aslanov dərs dediyi məktəblərdə müəllim və şagirdlərin sevgisini qazanmaqla bərabər elin, obanın sevgisini qazandı. Xeyirxah əməlləri ilə özündə rahatçılıq tapmaqla bəlkə də ömrünü uzatmaq istədi. Amma ömür ona vəfasız etdi, vəfasız oldu. Onu da deyim ki, Müzəffər Aslanov doğrudan da həqiqətən bu cür insanlar, bilirsiniz, Fəxrəddin müəllimi ölmürlər. Onlar yaşayırlar. Əbədi yaşardılar. Onlar əbədi yaşardılar. Bir insan haqqında əgər bir elin, obanın sizlər kimi gözəl ziyalıları, tanınmış şəxsiyyətlər, simalar, sənət adamları və digər sahənin tanınmış elm adamları söz deyirsə, gözəl sözlər, deməli o insan əbədi olaraq yaşayırlar. Tamamilə doğru. Hər adam o gözəl sözləri, o sevgini qazana bilmir. İnsan ətrafında bir-iki nəfər olur, deyir dostumdur, amma xoşbəxt o insandır ki, çoxlu sayda dost qazansın. El-oba hər adamı elə bir nəfəri hamı sevə bilməz ki. Deməli, o gör nə qədər gözəl əməl sahibi olub, onu hamı sevdi. Elədir. Bax, bugün nəvələrini indi bax ekranda gördük, Elvan müəllimlə. Onun nəvə, oğul, yəni bu da o vaxtın ən sevilən maşınlarından biri olur. Bir məqam var burada. Çox maraqlı bir məqamdır. Müzəffər müəllimə də şamil etmək olar bu məqamı.
Ümumiyyətlə, Azərbaycan musiqi mədəni tarixində öz imzaları olan, öz sözləri olan, ifa tərzi ilə qızıl fonda düşmüş Azərbaycanın qəlbində, insanların qəlbində əbədiyyət məkanı salmış insanların böyük əksəriyyəti toylarda püxtələşiblər. Çox maraqlı məqamdır. Mən demək istəyirəm bunu, indi yəqin efir vasitəsilə baxırlar bizə, musiqiçilər də baxırlar. Bəzən efirlərdə mən toya gedirəm deməkdən çəkinirlər. Toy sözünü el şənliklərinə gedirəm. Tamamilə daban-dabana zidd olan bir şeydir. Niyə el şənlikləri? Toy deməkdən niyə çəkinirsiniz? Toy, insanların zaman-zaman arzuladığı ən gözəl məqamın reallaşan anıdır. El şənlikləri isə tamam başqa məna kəsb edir. Məsələn, Sadı müəllim, sizin yadınızdadır, məhsul bayramları keçirir Sovetin vaxtında. O el şənlikləri. Bəli, onlar el şənlikləridir. Novruz bayramı, nə bilim, çərşənbələr var filan. Bunlar el şənlikləridir, yeni il şənlikləri və s. Və bir mənalı şəkildə toy elə toydur, öz adı ilə demək lazımdır. Yəqin el şənliklərinə getdiklərini toyla... O toy deyəndə elə bir biraz sıxılırlar. Xan Şuniski onlarla mahnı bəstələnib, harda bəstələnib? O stimulu hardan götürdü? Əlbəttə toylardan. Cabbar Qaryağda olub, bəli, siz çox düz buyurursunuz. İrəvanda xalq almadı mansı. Yəni bizim bütün böyük sənətkarlar toydan bəhrələniblər, toyda püxtələşiblər, toyda yetkinləşiblər. İndi çoxu mən el şənliklərində iştirak edirəm. Arkadaş, denən mən toyda iştirak edirəm də. Burada nə var ki, bizim toy kimi o filmdə deymişəm. Gözəl bir adətimiz var, bunu adı ilə demək lazımdır. Və Müzəffər müəllimin də püxtələşdiyi məqamlar. Mən bir məqamı eşitdim dostlardan, bilirsiniz nə baş verirdi? Əgər Müzəffər müəllim bu həftə sifariş götürmüşsə, kimisə övladının toyunu ifa etməlidirsə, o biri adam öz oğlunun toyunu bir ay ondan sonraya salır. Təki bizim toyda Müzəffər müəllim iştirak edir. Yəni doğrudan belə bir məqamdır. Bu sənətkara olan, sənətkarın sənətinə olan, həm də şəxsiyyəti, Müzəffər müəllim yeganə şəxsiyyətlərdən idi ki, onun şəxsiyyəti ilə sənəti vəhdətli idi. Bu hər adamda olmur. Görürlər, yaxşı ifaçıdır, sənətkardır, amma biraz acı adamdır, nə bilim, biraz narahat adamdır, məclis adamı deyil. Düzdür mü Sadır müəllim? Amma xoşbəxtlikdən bax sözü gedən Müzəffər müəllim elə bir insan idi. Şəxsiyyəti ilə sənəti vəhdətli idi. Və çox təşəkkür edirəm. Elə ki, bu cür gözəl sözlər danışdınız. Müzəffər müəllim haqqında yenə xoş xatirələr söylənir. Yenə qulaq asaq. Böyük məmnuniyyətlə. Müəllimlik sənətini həddindən artıq sevirdi. Demək olar ki, onun əsli vurğunu idi. Buna görə də onun müəllimliyi çox yüksək səviyyəyə qalxmışdı və el arasında onu kamil şəxsiyyət olmaqla bərabər həm də çox gözəl ustad pedaqoq kimi tanıyırdılar. Bu mənada onun barəsində çox şeylər danışmaq olar. El arasında onun gözəl söz-söhbəti, şirin, şəkər xatirələri bu gün də yaşayır və Müzəffər müəllimin yeri hər yerdə, hər məclisdə görünür. Müzəffər müəllim həqiqətən də doğrudan xalqının, elinin, obasının çox yüksək dəyərli şəxsiyyəti idi. Müzəffər müəllim dil ədəbiyyat müəllimi olub. O vaxtı 2 illik müəllimlərin üstü vardı, onu bitirib. Çox gözəl ziyalı idi, çox şagirdlərlə həmişə təmasda olanda çalışırdı ki, bizim ədəbiyyatımızı, şifahi xalq ədəbiyyatımızı ən çox, folklorumuzu, folklor nümunələrimizi hamısını əzbərdən deyərdi. Şeiri, ümumiyyətcə ədəbiyyatı, incəsənəti çox sevən bir müəllim idi. Çox gözəl bir pedaqoqdur və həmişə çalışırdı ki, şagirdlərinə xalqımızın mənəviyyatını, xalqımızın ədəbiyyatını, folklorunu tamamilə ona əxs eləsin. Özündən nə varıdsa onun hamısını çalışırdı ki, öz şagirdlərinə öyrətsin. Və bu xoş xatirələri gözəl bizim elə sizlərin o el-obanın ziyalılarından eşitmək nə qədər ürək açandır, nə qədər gözəldir. Bugün Elman müəllim az danışır, amma o xatirələri eşitdikcə mən bilirəm ki, qürur hissi keçirir. Qürur hissi keçirir ki, ona görə ki, deyir ki, özlüyündə sevinir, ürəyi dağa dönür ki, mən gör necə bir əsli köklü bir kişinin oğluyam. Doğrudan da insan, hər bir evlad ata ilə qürur duyur. Atanı bir əyilməz bir dağ bilir. Balaca bir uşaq, 2 uşaq dalaşanda o vaxtlar gedirlərdi. O ataya və yaxud da qardaşına deyəndə hamımız qorxurduq ki, yəqin biz indi gəlib döyəcək. Gəlirdi,
üstümüzə qışqırırdı ki, bir də dalaşmayın, əsirdik. Yəni, hər bir hələ uşaqlıqdan uşaqlar bilir ki, ata onlara arxadır, dayaqdır, əyilməz bir dağdır. Allah bir daha sizin ömrünüzü uzun eləsin. Elman müəllim, var olun. Doğrudan da adam var, o, yəni, insanın düz deyib doğması gedir. Atanın, ananın yaşı olmaz. Nə yaşda, lap 100 yaşında haqq dünyasına qovursun, ata, ana evlad üçün, doğmalar üçün əzizdir. Təbii, Onu təbii. başqa nə iləsə müqayisə eləmək olmaz. Bir telefon zəngimiz var, cavab verək. Alo. Selamünaleyküm Dilşad xanım. Əleyküm əsəlama, gecəniz xeyir. Gecəniz xeyir olsun. Sadım müəllimi gördük. Dünya gözümüzdə təzələndi. Fəxrəddin müəllimi gördük, Elman müəllimi gördük. Düzdür, Elman müəllimi şəxsən tanımıram. Sadim müəllim bizim yol göstərənimiz. Kaş Sadim müəllimi polkovnik formasında, Qarabağ başında görəydim. Mən çox xahiş edirəm, özünüzü təqdim edin. Salamlayıram sizi. Səfərov Cahiddir, Qarabağ qazisi. Papravətdən. Bəli. Sənə qurban olaram mən. Öyle demə, yox. Sadim müəllim. Gör neçə vaxtdır, 93-cü ildə yanıma gəlmişdiniz, mən qazi olanda. Bəli. Ağdərə əməliyyatında tank minasında yaralanmışam. Gəlirəm, yadımdadır. Öpürəm səni, bağrıma basıram səni. Mən Sabir müəllimə sənə mesajda yazmışam Facebookda. Sabir müəllimdən çox salam göndərmişəm sizə. Mən o vaxtı yaralanandan sonra Cənab Nazir Nəmri ilə düşdüm Şimal zonasına, Siyədənə. Bəli. 93-cü ildə İsa müəllimdən gəlmişdiniz yanıma. Çox təşəkkür edirəm. Görüşək. Çox sağ olun. Çox təşəkkür edirəm. Allah sizi var eləsin. Bu yaxşıdır. Sizin kimi oğullarla bütün Azərbaycan xalqı qürur duyur. Qazilərimizlə, əlbəttə, biz əskərlərimizlə, sizlərlə həmişə qürur duyuruq. Nə gözəl siz bir, görün, orada xidmətiniz olub ki, sizi bugün görüb, görün nə gözəl, içərdən gələn səmimi bir cümlə oldu ki, sizə qurban olaram. Elə o torpağımıza, elimizə doğrudan da can qurbandır ki, o torpaqlar kimləri geçişdirib. Əlbəttə. Bax, bugün Allah uzun ömür, can sağlığı versin, Arif Babayev. Bugün bizim canlı karifeyimizdir. Bax, və digərləri, hər bir elin, Azərbaycanın hər bir güşəsində doğulub boya başa çatan, o torpağın suyunu içən, çınqılına, daşına bələd olan hər bir kəs o səmimi söhbət var ha. O qədər gözəl alınır ki, yəni insan doymur o cür təbii, səmimi söhbətdən və təvəzzükarlıq elədi, mən üzr istəyirəm. O bizim dostumuzdur, qardaşımızdır, əzizimizdir, qazimizdir bizim döyüşənlərə. Amma onlar görsün nə də ürəkdən. Biraz təvəzzükarlıq edir Sadır müəllim. Sadır müəllim böyük bir həyat məktəbi keçib, çox böyük həyat məktəbi. Özbəkistanda yaşayıbdır. Çox böyük şərəfli vəzifələr daşıyıbdır. Yəni Azərbaycanımızı hüquqşünas olaraq Özbəkistanda təmsil edir. Amma özü biraz az danışılan çox böyük əməyi var, zəhməti var. Elə bu döyüşlərdə də o həmişə gənclərin yanında oldu. Fəxrəddin müəllim, bayaq elə Sadir müəllim mənə kitablar verdi. İnşallah yenə də o kitabları oxuyacağım və gözəl bir verilişimiz yenə olacaq. Bu dəfə Sadir müəllim və Sabir müəllim, onların doğrudan da vətən uğrunda o ürək, vətən çağırdı. Vətən, bayraq sevdalı insan harda olur olsun sevilir, seviləcək. Bir insanın o bayrağa sevgisi yoxdursa, o vətəndən, torpaqdan danışmağa cürət elə bilməz. Mənəvi də haqqından əlavə söz də tapa bilməz ki, o nə bilər ki, vətən anlayışı, sevgisi nədir? Reklam dəqiqələrinə bağlanaq, söhbətimizə davam edək.
cənnət olsun. Deyirəm, həyat o qədər doğrudan da o fani dünyanı elə belə demirlər. Kimlər gəldi, kimlər getdi. Yalnız bugün xatirəli olaraq anılır hər bir kəs. Hər bir kəs də bu dəqiqə bizə tamaşa edən bütün tamaşaçılar, hər kəs bax bu dəqiqə saflaşdı. Bax mən bunu deyirəm. Niyə saflaşdı? Hamı doğmaları göz önündən gəldi, keçdi. Yurt yerini ziyarət elədi. Öz elini, obasını, yurt yerini bəli ziyarət elədi. Xəyalən də olsa ziyarət elədi, doğru. Sizin sayənizdə Dilşad xanım. Yox, əlbəttə. Sizlər var olun ki, hər bir kəs öz o yurduna, elinə, obasına, doğmalarına sevgi var ki, bu verilişdə yaranır. Ağdamın iki nəfər də ziyalısı var. Onlar çox diqqətlə bizi izləyirlər və səhərdən bu verilişi gözləyirlər. Sizi də çox sevirlər. Yəni. Onların biri Şirinov Nazimdir, Ağdam ziyalılarındandır. Biri də Zöhrəbov Arif. Onlar bizə baxırlar, buradan onları salamlayırıq. Buradan bütün Qarabağ, hər birinə salam göndərir. Ümumiyyətlə Qarabağ ellərinə, bütün Ağdamların hər bir uşaqdan tutmuş böyüyə qədər hər birini salamlayırıq, öpürük, bağrımıza basırıq. Gözünüz aydın olsun. Şükür ki, elimiz bax o həsrətinə niskillə baxdığımız illərlə 5 il döy, 10 il döy, 30 ilə yaxın o həsrətə qovuşduq. İnləyən, göynəyən, bizdən imdad diləyən. Bax o müqəddəs torpağımızı biz əldə elədik, aldıq. Bir həqiqət görsəndi ki, Ağdamı sevmək üçün Ağdamlı olmaq lazım deyil. Lazım deyil, bəli. Şuşanı sevmək üçün Şuşa olmaq lazım deyil. Bir də, bax... Şəhidlərimizin çox heç Ağdamı görməmişdir. Bəli. Şuşamızı görməmişdir. Bax, Fəxrəddin müəllim, mən sizə bir söz deyim. Ümumiyyətlə, bax, müəllim, torpaq niyə müqəddəs olur? Bax, indi deyirik ki, Qarabağ artıq bir qibləgah, ora bizim bir ziyarət ocağımıza çevrildi. Bir Məkkəyə, Mədinəyə çevirdik də, bərabər elədik. Niyə? Çünki ora şəhid qanımız töküldü. O, misal üçün, əgər biz şəhid verməsəydik, o deyir, su torpağa qarışanda palçıq olur, qan torpağa qarışanda vətən olar. Vətən olur, çox gözəl bir sahə. Burada o qan o torpağa qarışdı və bütövlükdə bir vətən oldu. Ona görə orada düşmən tapdağı, ayağı dəymişdi o torpağa. Düzdür. O artıq çirkab içindəydi, amma mənim şəhidimin qanı onu durulaşdırdı, vətən elədi, təmiz elədi, müqəddəs elədi. Çox gözəl dedi. Və bu anda deyirəm, yenə bəlkə bir bayatı deyək. Bəlkə də bununla deyim, nəsə bununla səs gözəl gəlir. Mən də öz səsimə vurğunu var. Buyurun, buyurun. Özünüz kimi səsiniz də gözəl. İşləyər yəqin ki. İşləyir. Yox, qırmızı işıq yanır və verin, o birisini verin zəhmət olmasın. Bu anda Fəxrəddin müəllim. Açıqdır yəqin. Hə, bu açıqdır. Yox, açıq deyil, açarıq. Hə, bu işdədir. Buyurun. Əzizim dağlara bax, zirvələrdə Qarabağ, qızın, oğlun köç edir, xəbərsizsən Qarabağ. Doğrudan da Qarabağ ellərini Ağdam bölgəsində dünyaya göz açan, o diyarlarda böyüyüb boya başa çatan Müzəffər Aslanovun xatirə işığına yığışdıq. O deyir, qızın, oğlun köç etdi, xəbərsizsən Qarabağ. Bir zamanlar Qarabağlı ikən Qarabağsız olduq. Qarabağlı olmağımıza baxmayaraq biz Qarabağ həsrətini iskili yaşadıq. Zamanında şair dedi ki, bayatsında, qızın, oğlun köç edir, xəbərsizsən Qarabağ. Amma bugün o köç edən Qarabağımın o niskil baxışları heç nəyə əl ata bilmədi Qarabağlılar. Amma bugün qızı, oğlu köç etdiyi kimi o yağmalandı, düşmən ayağı dəydi, yağmalandı o torpağımız. Amma bugün o Qarabağımın, Ağdamın, bax o insanları o doğma torpaqlara köç edəcək. Elədir, elədir. Və Qarabağımız
xəbərsiz qalmadı. Qalmayacaq da bir telefon bağlantısını cavab verək, sizin gözəl bir bayatınızı eşidək. Alo. Alo. Bəli, Axşamınız xeyir olsun. axşamınız xeyir. Özünüzü təqdim edin, zəhmət olmasın. Rauf Həşimov. Buyurun Rauf müəllim. Mən sizə çox təşəkkür edirəm ki, bugün verilişinizə nümunəvi polis polkovniki Mamedov Sadir Surxayoğlu'nu dəvət etmişsiniz. Sadir müəllimin Qarabağda əməyi böyükdür. Şuşanın polis rəisi olub, Dağlıq Qarabağ vilayət polis idarəsində rəis müavini olub. Onun polis orqanlarında xidməti çox böyükdür. Ona görə də bugünkü günü elə insanları dəvət eləmək çox böyük fəxridir. Mən də sevindim ki, Mamedovu Sadiri gördüm televizorda. Bugündən də elə bilirəm, Ağdamın, Şuşanın yenidən qurulmasında belə insanların əməyindən istifadə etmək lazımdır. Və Sadir kimi nümunəvi polis polkovnikini həmişə göstərib gənc nəslə örnək etmək lazımdır. Sağ olun xanım, təşəkkür edirəm. Siz sağ olun, var olun. Bizim borcumuzdur. Çox təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Doğrudan da bugün tək bizim sevincimiz deyil. Həm də o ruhların sevincidir. Əlbəttə, əlbəttə. O şəhidlərimizin sevincidir. O Müzəffər Aslanov və digərlərinin sevincidir. O haqq dünyasına babalarımız var. Onların ruhlarının sevincidir. Ruhlarının sevincidir. O, bəli, doğrudan da, bax, o ruhlar da bugün şaddır. Bugün ümumiyyətlə Azərbaycanın o qorxmaz, igid oğlanlarının sayəsində onların ruhları şaddır. Zamanında sizlər də döyüşmüsünüz. Allah sizi var eləsin. Nə yaxşı ki, o ruhlar bugün bizi qınağa çəkmədi. Elədir, çox sağ olun. Yəni, söymədi. Onların ruhları daim gəzirdi ki, hardasınız, ey Azərbaycan Türk oğulları, bizi imdadımıza, harayımıza niyə hay vermirsiniz? Bugün, bax, hay da verildi, haray da verildi və inşallah qaydacağıq o gözəl məkana. İnşallah. Bu yaxında mən sizin verilişin qonağı idim. Bir neçə vaxt bundan öncə. Bir sirrin üstünü açım, sürpriz olsun. Buyurun. Sadir müəllim baxır sizin verilişinizə. Mən deyim ki, o sizin verilişinizi izləyir. Mən dostlarım olub, Fəxrəddin müəllim. Orada mənim 40 illik Sadir müəllimlə dostluğumuzun tarixi var. Və deyilənlər hələ azdır Sadir müəllim haqqında. O məndən bir xahiş elədi gələndə. Dedi, Dilşad xanımın verilişində bir şeir dedim. Mənim xoşuma gəldi. Əgər mümkün olsa, Dilşad xanım icazə versə, Estağfurullah. təkrar o şeiri, elə də sevgi ilə bağlıdır. Yurt sevgisi, vətən sevgisi, atıya, anıya ünvanlanan sevgi. Və Sadir müəllimin xoşuna gəldiyinə görə, elə Elman müəllim də bəyənmişdi onu. Buyurun. İcazə versəz, Buyurun, buyurun. bizim hörmətli qardaşlarımıza, həm də tamaşaçılarımız üçün maraqlı olar. Buyurun. Bir fonda. Səhər-səhər karvan keçdi üfüqdən. Bulutların hər birisi bir dəvə. Dan yeri idi, karvan idi, bir də mən. Məcnun gələr bu dünyaya 1000 dəfə. Bulutlara baxdım, baxdım, ağladım. Hönkürmədim, səsim boğdum içimdə. Bir bulutla gözlərimi bağladım, bir qız gördüm Leyli boyda biçimdə. Sarvanların heç insafı yox imiş. Sarvanların heç insafı yox imiş. Karvanlarım uzaqlara sürdülər. Nə bileydim göz qoyanım çox imiş. Bu sevgini ha gizlədi, gördülər. Çox sağ olun. Sağ olun. Təşəkkür edirəm. Elə ki, sizin bu şeirdən sonra şair Əjdər Qiyaslı Müzəffər Aslanovun məzarı üzərində belə bir bənd, o şeirini onun məzarı üstündə yazılıb. Şair Əjdər Qiyaslının şeiridir. Deyir ki, 6 uşaq
2 oğul, 4 qızım. Taleden qismətin gözəl payımdır. Tanrı dərgahında yanan ulduzum, qaranlıq məzarda nurlu ayımdır. Qarmonda yanıqlı hava çalanda, meylimə həmişə elləri saldın. Dünyadan köçdüyüm anında, təkcə torpağımdan nigaran qaldım. Bugün Müzəffər Aslanovun dili ilə şair yazır ki, təkcə torpağımdan nigaran qaldım, torpağımdan. Amma Müzəffər Aslanovun bugün ruhu şaddır. Çünki artıq onun doğma el obası özümüzdədir. İnşallah Elman müəllim, onun oğlanları, qardaş, o 2 qardaş, 4 bacı, onların balaları, inşallah və sizlər, hər biriniz, bax o elə obaya dönəcəksiniz. Orada, bayaq dediyim kimi, o çıraqlar yanacaq. İnşallah. Orada evlər qurulacaq. Yenə də ondan da gözəl. Ondan da gözəl. Bəli, bəli. Yenə də, amma mən istəyirəm ki, o kəndlər necə var idi, o kənd həyatı itməsin. Sizi Göytəpəyə aparır. İnşallah. O kənd həyatı itsə, o kəndlikdən kənd əlaməti qalmaz. Kəndin gözəlliyi nədir? Bəzən deyirlər ki, torpaq, nə bilim, onun o torpağına qurban olum. Onun o palçığına qurban olum. Çox qəribsəmiş. Onun o çıngıllı, biz tərəfdə çəpər deyirlər. Bizdə də çəpərin, o kəndin çəpəri yoxdur, kənd deyil ki. Darvaza deyirlər. Özdə Qaratikan kolundan çəpər olur. Bəli, çəpər. Kənd yerində o vaxtlar darvaza planlar hörməzdilər. Bir sirrin üstünü açım, Sadir müəllim darvaza alıb qoyub bura, Bakıya, öz evinə. Dəmir darvazalar. Neçə illərdir. Mən bir veriliş eləmişdim Sadir müəllim haqqında. 93-cü ildən darvazalar alıb qoyub. Nə vaxt qayıdacaq, o qayıtmağına əmindir. Çünki bilir ki, biz ora qaydasıyıq. Və o darvazalar orada inşallah. İnşallah darvazasız o məkanlara qaydacağıq. O elinizi, obanıza, ata yurdunu, hər bir kəsin borcudur ki, ata yurdunu şenləndirsin. Bax belə, bayaq biz qarmondan danışdıq, Müzəffər müəllimlə bağlı. Ruhu şad olsun, məkanı cənnət olsun. Allah Gövhər xanıma da uzun ömür, can sağlığı versin. Amin, bizim bacımızdır. Gövhər xanımın da xatirə, o ürəyindən qopan xatirələrini işlək. Gənc yaşlarıma qarmon sənətini mənimsəyəndə, başlayanda Azərbaycanda gözəl qarmon ustaları olub. Ağdamda, Bərdə zonasında qarmon ustaları olub. Kör Əhəd deyərdilər qarmon ustası. Əhəd Əliyev deyəndə Məmmədağa Ağayev, Teyyub Teyyubov, Abbas Abbasov qarmon çalanlar, o vaxtın qarmon çalanları idi. Avtandil müəllim var, Zakir müəllim var. Allah rəhmət eləsin, Aslan İlyasov var idi, Abtalov var idi. Bərdə rayonunda, Ağdam zonasında Müzəffər müəllim adında bir qarmon ustası var idi. Onun əlində bir qarmon var idi, gür səsli qarmon idi. Karbuşkin adında qarmon idi. Çox gözəl musiqiçi idi, çox gözəl qarmon ustası idi. Gözəl muğamlarımızı bilirdi, xalq oyun havalarımızı ifa eləyirdi. Müzəffər Aslanovun xatirəsi onu tanıyanlar arasında həmişə əzizdir. Adı kitab səhifələrində əbədiləşib, şəninə şeirlər yazılıb. Və ruhu, məkanı şad olsun. Elə sonda o deyilən sözdə bizim gözəl tanınmış diktor Eldos Bayramın səsi idi. Allah Eldos Bayramı da can sağlığı, uzun ömür arzulayaq. Və Elman müəllim, qulaq asırsınız sakitcə. İnsan qulaq asanda sakit qulaq asır, amma həmişə nəsə bir beynində nəyisə dolandırır, nəsə demək istədiyiniz, yadınızdan çıxmayan heç nə qalmadı ki, nə demək istəyərdiniz? Bax, bugün bir evlad kimi atanız haqqında nəsə bir onun ruhunu şad eləmək üçün
bilirsiniz, özünüzə bir təskinlik tapırsınız ki, mən bugün bir atam haqqında bir veriliş elədim. Misal üçün, atam haqqında xoş xatirələrini tanınmış simalar danışdı, dedi. Bu cür gözəl insanlar, Ağdamın, o elin, o banın, ümumiyyətlə Azərbaycanımızda tanınmış simalar, ziyalılar söz açdı, onun xatirələrini danışdı. O xatirə işığında doğrudan da gözəl xatirələr danışıldı. Bax, Elman müəllim bugün balalarının, ailədə bax o deyirsiniz 2 oğul, 4 bacı olmuşuq. Bax, onların da o içlərindən qopan, o könül boğçasında olan, yığılıb qalan o sözlərinizi bəlkə elə sizin dilinizdən eşidək. Valla onu da mən demək mənim borcumdur ki, mənim atam çox dostpərəst olur. Deyirdi ki, onun bir şuarı var. Deyirdi, hamı bilir ki, mənim məsələn qohumum qohumdur. Amma deyirdi, iş odur ki, ayrı adamla da yenə əlaqən qora bilərsən ki, bu da sənin qohumundur. Dostuna çox fikir verən adamdır. Elə onun göz qabağındadır ki, Allah onun keçən dostlarına, dünyasını dəyişən dostlarına rəhmət eləsin deyirəm. Bu tərəfdən onun saatları yaxşı yaşayan dostlar da var. Onlara da Sadir müəllimin şəxsində, Fəxrəddin müəllimin şəxsində onlara da yenə hörmətim var. Allah uzun ömür, can sağlığı versin. Elman müəllim, Müzəffər Aslanovun, yəni neçə nəvəsi var? Vallahi saymamışam amma elə vaxtımız yoxdur ki, onu sayalım. Yox, saymağa ehtiyac yoxdur. Bax, 4 bacınız var. Səmimi danışır. Yox, müəllim, yox, Elman müəllim, onu demirəm. Bax, 4 bacınız var da, yəqin bacınızın uşaqları, yəqin təqribən indi belə 30-a qədər var. Maşallah, maşallah. Onu da qeyd edeyim ki, o uşaqların becərməklə bərabər, valla indi ömrü biraz vardı da, elə o nəvələrində də biraz əziyyət olmasın, əziyyətini çək. Əsl o elin, o banın, bax o Ağdam, valla, bax səmimi, görünən gözəl, təmiz. Elə bildim, elə əhtimizdir. Mən onu qeyd edeyim ki, yəni o səmimiyyəti, hörmətli tamaşaçılarımız da həmişə səmimiyyət tacı olublar və mən Qədir Rüstəmov yadıma düşdü, torpağı sənin yaşayasınız. Hörmətli Qədir Rüstəm, Allah rəhmət eləsin ona. O qədər təbii, o qədər gözəl, o qədər səmimi danışırdı ki, indi Elman müəllim bəzi məqamlarında, danışıq məqamlarında Qədir Rüstəmov yadıma düşdü. Və insanlar səmimiyyəti ilə gözəldirlər, təbii danışmaq ilə. Buyurun, Dişat xanım, bağışlayın. O ət yemezli nədir? Ət yeyirdilər, toyuq da yeyirdilər. Adı heylədiniz. Kəndin mi adıdır? O vaxt Şabbas dövründən heylədiniz. Geçdazlı ət yemezli. Deyir, ötəndə dağlarda qalın, qar-qarı, keçək ət yemezli Müzəffərə də tar çalan Cəlala xəbər eyləyək. Səni qarşılayan bir mənzərədə imtahan qabağı bir şey söyləyək. Dostu yazmışdı onu. Dostu yazıb. Nə gözəl, nə gözəl. Mən işləmişdim bilmirəm, bu şeiri, çox gözəl işləsən, şeirdir. baxan olmayıb. İsa bulağında tuş suya gedək. Səssiz meşələri keşikçi sayıb. Qoynunda duyğulu yuxuya gedək. Çox gözəl. Onun, yəni, bəli. Çox gözəl şeirdir. Çox gözəl şeirdir. Mən sizə yeri gəlmişkən, sonra vaxtımız olmaz. Mən bütün bizi izləyən, yəni Qarabağ həsrəti ilə, Qarabağ yurdu ilə zaman-zaman yaşayıb. Bugün artıq Vüsala qovşam. Cənab Ali Baş Komandanımız, hörmətli Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sayəsində, güclü ordumuzun qolunun qüvvəti, dizinin təbəri sayəsində Allah şəhidlərə rəhmət eləsin. Şəhidlərimizin o qanı bahasına, qazilərimizin cəsarəti sayəsində qovuşublar Qarabağına bizim insanlar, o yurt həsrətli insanlar. Onların böyük əksəriyyəti bugün biz efir vasitəsilə izləyir. Onların hamısının adında, məncə şərik olarlar məndən, onların hamısının adından belə gözəl, belə səmimi, belə doğma veriliş apardığınıza görə mən sizə minnətdarlıq eləmək istəyirəm. Yəqin ki, Elman müəllim minnətdarlıq edəcəkdir. Estağfurullah, mən hər Dişat xanım, çox sağ olun. Biz sizin verişləri izləyirik, çox səmimi, çox təbii. Bilirsiniz, heç bir başqa sözlərdən, dəbdəbəli, reyting xatirinə, nə bilim, insanlara xoş gəlsin deyə pafosdan uzaqsız siz, mən bunu bilirəm də, mən özüm də uzun ilə televiziyada çalışmışam. Bax, o səmimiyyətiniz, o təbii danışığınız, gözəlliyiniz, məfkurəniz,
o gözəl insanlara olan sevginiz ekran vasitəsilə süzülür insanların kəməninə. Ona görə mən sizə minnətdarım Mən bildirirəm. sizə çox təşəkkür edirəm, var olun. Qısa da olsa siz də öz ürək sözünüz deyin, sonda... Birinci, bax, Lider TV-nin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Bax, burada işçi qrupu var, operatorlardır. Siz bizə öz danışığınızla, aparıcılığınızla bütün Azərbaycanı seyir elətdiniz. Sanki mən Gədəbəydiyəm, Şuşadıyam, Laçındıyam. O qədər təbii, gözəl, səmimi. Bakın, bir daha Müzəffər müəllim, Allah rəhmət eləsin Müzəffər müəllimə, Elman müəllim. Çünki o bizim hamımızın bir sənətkar kimi xalqımızın tarixinə daxil olub. Qarabağ musiqi mədəni. Ağdamda elə bir həyət yoxudur ki, o ailədən bir oxuyan, müğənni çıxmasın. Bizim nəsildə var idi, sizin nəsildə var idi. Yəni, mən yeri gəlmiş ki, Sadır müəllim həm də hörmətli xanəndəmiz, dünyasını dəyişmiş bizim sevimimiz xanəndəmiz Sədi Məmmədovun əmsi oğludur. Nə gözəl. Çox təşəkkür edirəm. Elman müəllim, siz də qısa və Elman müəllimin də öz ürək sözlərini qısa eşidək və yenə də bir ifa eşidək, sonra sağollaşma vaxtıdır. Elman müəllim, siz də qısa bir ürək sözünüz varsa buyurun. Dövlətimizin sayəsində, belə dostların sayəsində atamın günləri rəhmətə getməyinin 15 ili tamam oldu. Xatirə işığına anım 6-da. Andıq, bəli, bugün xatirə gecədir. Andıq, siz sağlığınızla, sizin iştirakınızla. Allah keçənlərimizin hamısına rəhmət eləsin. Yaşayan valideynlərə can sağlığı arz edirəm. Çox təşəkkür edirəm. Qısa cavab verin, çünki vaxt da məhduddur. Deyin görüm, İnşallah tez bir zamanda, bax o ata ocağında gedib orada bir ev, yenidən bax o atanızın o qurub tikdiyi evi düzdür, düşməni Allah lənət eləsin, dağıdıb, bütün yerlə geskan eləyib. Orada bax, onun yenidən ruhunu şad etmək üçün, orada bir ev tikəcəksiniz. Arzunuz olur, bəli, əlbəttə. İnşallah, Mən darvazamı almışam, hazırdır. Darvaza lazımdır. Evet, onu oraya taxıb, böyün, hörüz və hətta darvazasız gözəl olar, amma Allah arzumuza çatdırsın. Mən də sonda demək istəyirəm, sizi dəvət edək Ağdama, o kəndlərimizə, o yanmış, dağılmış evlərin yerinə, o xarabalığa, o daşları bir yerə düzək. Orada oturaq bir samavar çayətək və orada deyək ki, ilahi sənə şükür ki, biz torpağımıza Allahın izniyle amma evdə tikəcək, eşitdə, hamısı Ağdam cəmatı, Fərəsətli cəmatı. Yenə rəhmətli Müzəffər Aslanovun ifasında onu bir daha yad eləyək, onun ifasını işləyək. Nə gözəl insanımış, nə qədər xatirələr yaşatdı, görün. Dəyərli izləyicilər, bugün işıqlı, nurlu bir adım, bir simanın xatirə işığına yığışdıq. Bəlkə də bu xatirə işığına çox adamlar gələ bilərdi, çox adam istəyərdi ki, gəlsin. Amma bilirsiniz ki, elə bütün hər birinizin Müzəffər Aslanovun o xatirələrini ürəklərində yaşadan, demək istəyən hər bir kəsin sözünü, bax elə mənim dəyərli qonaqlarım az da olsa dedi və bizim digər tanınmış sənət adamları öz xatirələrini danışdılar. İnşallah Qarabağımızda, Ağdamımızda, bax o əsas oydu ki, həsrətə son qoyuldu və bizim o el, oba tezliklə
gözəl bir kəndə, elin, obanın sevgisiyle gözəl bir mənzərə yaranacaq, şenlənəcək, işıqlar yanacaq, ocaqlar yanacaq, orada tonqallar çatılacaq. Qız gəlinlərimiz İnşallah Novruz bayramında orada gözəl xonçalar bəzəyəcəklər. Və bəli, muğamımız orada səslənəcək. Sağ olun. Allah amanında qalın. 2 saat başa çatdı. Bir daha hər birinizə təşəkkür edirəm. Allah amanında dəyərli izləyicilər. Yenidən görüşmək ümidi ilə. Çox sağ olun.